Bugün biz sadece yeni bir mekan açılışı değil, hem de yeni bir yanaşma təqdim edirik. Status Konsept Galeri, tikinti, təmir və təchizat sahəsində peşəkarlığı, innovasiyanı və keyfiyyəti bir araya gətirən konseptdir. Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, bazarın inkişafına, yeni standartların formalaşmasına töhfə verməkdir. Bu layihənin həyata keçməsində əməyi olan bütün tərəfdaşlara və komandamıza öz təşəkkürümü bildirirəm. Mən Bəşir Ağayev Status Qrupun təsisçi və direktoru. Status Qrupun yeni layihəsi olan Status Konsept Galeri'dəyik hal-hazırda. Burada bizim möhtərəm dostlarımızla beraber bir showroom formalaşdırdıq. Hansı ki bizim illərdir güvəndiyimiz, partner olduğumuz, outsourcing şirkətlərdir. Və hal-hazırda biz bir yerdəyik və böyle layihələrə imza atmaq üçün bir yerdəyik. Bununla beraber biz artık Status Consortium formalaştırdık. Ve dediğim gibi çıkıştaki biz artık Status Consortium'un doğuş günündəyik. İnşallah millətimizə, dövlətimizə xeyirli uğurlu olar və ümid edirəm ki, böyle layihələrə, çox böyle layihələrə imza ataraq nəinki Azərbaycanda, Azərbaycanın sahiblərinin hüdudlarından daha kənarlarda daha böyle layihələrə imza atacaq inşallah. Ona əminəm, dostlarımız var, sikim insanlarımız var. Bize inşallah ki necə deyirlər, yolumuz açıqdır. Beraber de çok böyüklər qət edəcəyik Allah. Pamukkale Azərbaycandakı rəsmi distribütörüyəm boyalarının və bizim də burada hal-hazırda belə deyim qalerimiz gedir. Çox möhtəşəm işlər eləmək istəyirik. Azərbaycanda Pamukkale boyayla birlikdə inşallah ki istədiyimiz nailiyyətə də çatacaq. Bizim Pamukkale boyadan zaten belə deyim Türkiye'den qonağımız var. Pamukkale'nin sahibi Muharrem Kılcı Bey de buradadır. Burada çok güzel bir açılış organize edilmiş. Çok ciddi sayıda davetli gelmiş. Güzel de bir açılış oluyor. Burada bizim distribütörlüğümüzü yapan işte Mirza Bey ve Beşir Bey böyle güzel bir nasıl diyeyim bir atılım yapmışlar. Güzel bir açılım yapmışlar burada. İnşallah hayırlı uğurlu olur. Biz burada yaklaşık 6 aydır buraya malzemelerimizi gönderiyoruz. Distribütörlüğümüzü yapıyorlar 6 aydır. Burada gördüğümüz kadarıyla çok ciddi bir atılım var. Bilhassa bu inşaat sektöründe gördüğümüz çok ciddi bir büyüme var. İşte belli bir tatil beldeleri gibi çok büyük projelere imzalar atılıyor. İnşallah Azerbaycan hakkında da çok hayırlı olur diye hayır dileklerimizde bulunuyoruz. Bugün bizim de burada standımız var. Ağırlı ev, ağırlı otel, ağırlı şehir layihələrimiz var. Status Grup'da partnerlik buradaşlarımı təbrik edirəm. Açılış münasibəti ağırlı və maraqlı olan, ev için nəsə maraqlı olan kim varsa gəlib baxa bilər. Status Group çox vacib bir layihə icra edir. Ən əvvəla sevindirici hal odur ki, böyük bir artıq bazarda tutmuş, uzun illərdir öz sözünü demiş yerli şirkətlər bir adla toplaşır və sifariş verən tərəflər üçün çox rahat və səmərəli bir iş görürlər. Yəni, sifariş verən tərəf burada fikirlərini deyir və ona uyğun sıfırdan sona qədər, A'dan Z'yə qədər bütün işlər görülür və sonunda həmin şirkət ofisdimi, binadımı, evdimi, oteldimi fərqi yoxdur, təhvil verilir. Çox gözəldir. Yəni, həm də sifariş verən tərəfin işi yüngülləşir. Yəni, sən artıq hansı işdən damcı qaçmırsan, bir yerdə bütün xidmətləri alırsan. Bu bir növ haradasa asan xidmətin başqa bir növünə bənzəyir. İkinci məsələ, çox önəmli məsələdən biri budur ki, yerli şirkət, 99% yerli şirkətlərdir. Hətta mən bugün burada eşitdim ki, yerli şirkət var ki, Avropaya ixrac edir, mal ixrac edir. Baxın, bu artıq böyük göstəricidir
Bu artıq cənab prezidentin bu sahədəki siyasətinə dəstəkdir. Çünki ölkə başçımızın siyasi iradəsində yerli istehsal, kiçik orta biznesin inkişafı və bu sahəyə dövlətin kifayət qədər alətlər dəstəyi var. Və şirkət özləri də artıq bundan bağlı inkişaf edirlər ki, belə uğurlar əldə edə bilirlər. Deməli, bu sahədə uğurlarımız var və bu gün biz onun bariz nümunəsini gördük. Mən də açılışa iştirak etdim, şirkətə uğurlar arzuladım və düşünürəm ki, artıq Stats Group zaman ötdükcə daha da inkişaf eləyəcək və öz xidmətləri ilə sifariş verən tərəfləri, bu sahədə olan insanlara, şirkətləri, fərqləri fərqi yoxdur, sevindirəcək.